İllərdir ki, qlobal şimalla qlobal cənub arasında olan bir etimadsızlıq var. Yəni, qlobal cənubun qlobal şimala olan etimadsızlığı. Necə fikirləşirsiniz? Bunu necə aradan qaldırmaq olar? Bunu aradan qaldırmağın yollarının birini Azərbaycan göstərdi şəxsi nümunəsində. Və ona toxundum. Dünyanın 197 ölkəsindən 80 min insan iştirak etdiyi COP29 tədbiri. COP29 tədbiri çərçivəsində biz fikir verirsiniz, COP29 tədbiri bu qlobal cənubun tədbiri deyildi. Bu həm də qlobal şimalın tədbiri idi. Hər iki tərəfin təmsilçiləri gəlmişdilər. Bütün dünyanı, bütün planetimizi düşündürəcək bir tədbir idi və vacib olan tədbir idi. BMT baş məclisində rəsmən 193 ölkə var. Rəsmən. Amma dünya ölkələrinin sayı təxminən 200-ə yaxındır. Bütün dünya Azərbaycanın təmsil olunur. Yəni, qlobal şimal və qlobal cənub Bakıya gəlmişdir. Bu Azərbaycan prezidentinin, bax elə həmin dediyiniz qlobal şimal və qlobal cənub arasındakı etimadsızlıq mühiti var. Onu aradan qaldırılması baxımından da COP29 əhəmiyyətlidir. Azərbaycan bir körpü rolunu oynayır. Azərbaycan Avropa ilə Asiyanın kəşfməsində yerləşən, unikal coğrafiyada yerləşən bir ölkədir. Və biz bugün dünyaya təkcə neft ixrac eləmirik. Bugün biz dünyaya təkcə qaz ixrac eləmirik və biz indi hazırlaşırıq yaşıl enerji ixracına. Amma bunlardan önəmlisi bilirsiniz nədir? Daha önəmlisi. Biz Azərbaycan olaraq dövlət beynəlxalq aləmə həm də birgə yaşayış mədəniyyətini ixrac edirik. Multikultural dəyərləri ixrac edirik. O dəyərlər ki, bizdə bir dövlət siyasətdir. O dəyərlər ki, bizdə bir tarixi ənənədir. O dəyərlər ki, bizdə bir ictimai sifarişdir. O dəyərlər ki, bizim gələcəyimizin təminatıdır və bizim zənginləşdirən əsas amillərdən biridir. Biz bunları edirik, dünya görür, qlobal şimal bunu görür, qlobal cənub görür. Qlobal şimalın ən böyük dövləti kimdir? Amerika Birləşmiş Ştatları. Onun prezidentinin Azərbaycan prezidentinə məktubunu, mətni ilə tanış olsanız, görəcəksiniz ki, Azərbaycan dövlət başçısına necə yüksək etimad var. Qlobal cənubun lider dövləti kimdir? Çin Xalq Respublikası. Onun prezidenti, cənab Xi Jinping, Azərbaycan prezidenti cənab İlham Əliyevə deyir ki, siz Çin xalqının köhnə dostusunuz. Bəli. Çin xalqının, yəni 1 milyard yarım, 1,5 milyard əhalinin dostusunuz. Yəni dünyanın hər 5-6 adamından birinin dostusunuz. Və köhnə dostusunuz, fikir verin. Təzə dost, köhnə dost, birisi bu sözlərin çox böyük məna fərqi var. Və bütün bunlar nəyin sayəsindədir? Düzgün, uğurlu bir kursun siyasətin sayəsindədir. O siyasətin müəllifi dövlətimizin başçısıdır. Uğurla bu siyasət həyata keçirilir və dediyim kimi COP29 tədbirinin özü sizin sualınızda qoyulan o etimadsızlıq mühitinin aradan qaldırılması mənafeyinə xidmət edən bir tədbir idi.